Noyabrın 16-sında saat 8 radələrində Oğuz rayonunun Bayan kəndində 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının 15 yaşlı oğlu polis tərəfindən saxlanılıb. Fakt üzrə araşdırma aparılır. İsmailov sahib bu ailənin yaxın adamı. Ailə məcburi köçkündür. Bunlar ilə köçkün düşəndən bizlə çox yaxın münasibətdə olub ailəvi. Çox gözəl ailə, tərbiyəli, qanacaqlı. Yəni, insana xas olan bütün cəhətlər bu insanlarda vardı. Valla səhər mən də bu hadisəni eşitdim, şoka düşdüm. Gəldim, hadisəni də bu şəkildə, siz görən şəkildə də həyatını hər halda əlaqədar orqanlar araşdırarlar.